Herkese salam, necəsiz? Bugünləri, daha doğrusu həftəlik vloguma xoş gəlmişsiniz. Bugün gedirəm Azeri Holdingə. Bizim təcrübəmizin təşkilatçılığı Azeri Holding tərəfindən həyata keçirilmişdi. Ona görə də bizə zəng vurdular ki, təcrübəni başa vurduğunuz üçün gəlib sertifikatlarınızı Düzün desəm getməyə qram həvəsim də yox idi. Buram Bakıment stansiyasıdır, görməyənlər üçün çəkdim ki, baxsınlar. Mən əvvəl bura ilk dəfə minəndə elə bilirdim ki, çox uzun bir məsafə gedəcəm, amma sən demək ki, 3 dəqiqəlik yol imiş. Çatdıq. O mən çəkir, mən də alır. Görək burada kim var? Var, göstər görüm. iPhone-un varsa başıva bəlan var. Hər zaman adaptör özünlə gətirməlisən. Fakir. O nədir, tıxdır? Hansıdır? İyi gəldi səndən. Və burada da həqiqətən elədim, qəşəngliyi var idi. Qəşənglidir. Bu da gətirməyib özünə. Limonları bizim qoşma qəfəsiz. Həm də dasent qoyuyorsunuz. Sertifikatlarımızı göstərir. Birazdan verməyəcəm. Bilmirəm sizdə də olur ya yox, amma mən həqiqətən bəzi şeyləri bəzən bilərəkdən edirəm. Bildim ki, orada rəsmi bir görüş olacaq, amma mən yenə də öz bildiyimi eləyib, rahat geyinib getdim. Çünki sizin nə qədər qabiliyyətli, istedadlı və savadlı biri olduğunuzu hamıdan çox bəlkə də mən bilirəm. Çünki demək olar ki, bir yerdə böyümüşük də, mən sizdən biraz böyüyəm. Leyla xanım isə təcrübə şöbəsinin rəhbəridir. Çox sahib seçilən əziz xanımlardan biridir. Şuşa Universiteti adından. Biz daha çox birinci kamranlarla kontakta girdik və bir tələbə əslində götürülməklə başlanıldı, Sabah mərkəzinin tələbəsi. Sözün açıq mən təklif elədim ki, niyə bir tələbə və həmən arxasından da bir 20 nəfər yeni tələbəsi üçün elə başlanğıcda yerin ayrılması bunun özü bir təhsilə töhfədir. Yəni sizin hansı istiqamətdə işlər gördüyünüzün nəticəsidir. Ona görə mən əlaqə saxlayaraq, həm də Kəmal müəllim də, Fidan xanım da biz bu yaxınlarda işə götürənlərlə universitetlər arasında birinci beynəlxalq forum keçirdik. Yəni təbrik edirik, uğurlar dilirik. Burada artıq sertifikatlarımız, daha doğrusu təşəkkürnamələrimiz təqdim olunurdu. Mutuşumu da əlavə elədim. Təbii ki, onsuz olmaz. Sən o bırakmam arkadaş. Təbrik edirik, uğurlar dilirik. Sağ olun. Təbrik edirik sizi, uğurlar. Təbriklər, buna... Burada özümdən riski fəxr elədim, həmişə kimi. Məncə fəxr eləməliyəm elə. Götürdük sertifikatlarımızı. Mübarəksiz. O qədər böyüdü ki, çıxışdan çıxa bilmirik. Sertifikatımız bizim öncəliyimizdir həqiqətən. Ümumiyyətlə. Burada arxadakı kişi elə bildi ki, mən nəsə hardansa yoxlamış kimi gəlmişəm və yaxınlaşıb dedi ki, çəkilişi dayandırın. Çox güldüm. Götürdük sertifikatlarımızı. İndi Bakımi metrosuna çatmalıyıq 11:10-da. Əgər çatmasıq 11:37-yə qədər gözləmiş olacaq. İnşallah çatarıq. Saat neçədir? 11:02'de inşallah 8 dəqiqəyə orada olmuş olur. Uçuruq da, yəni rəsmi uçuruq. Buna uçuş dedim. Belə. Bizdən çox razı qaldıqlarını dedilər. Nə alaka? Bizdən razıymışlar. Heç o dedi sizi işə falan olsa çağıracağım.
Öyle böyle. Ümumiyyətlə UNEC-də oxumaq uşaqlar bir öncəlikdir, prestijlidir. Həqiqətən o qədər prestijlidir ki, mən öz yaxınlarımdan həmişə istəmişəm ki, hamısı UNEC-də oxusunlar da. Çünki orada oxuyub nə qədər yaxşı olduğunu çox görmüşəm, yəni. Çox prestijli universitet olduğunun bələdçisiyəm. İndi izləyənlər deyə bilər ki, ADA və yaxud Xəzər və yaxud xarici ölkələrdəki universitetlər falan. Sırf mən Azərbaycandan danışıram. Ola bilər xarici ölkələrdəki universitetlər daha yaxşı ola bilər. Ki, zaten elədir. Daha prestijlidir. Amma mən sırf Azərbaycandan danışıram ki, ADA və Xəzərdən başqa UNEC həqiqətən birincidir. Çox sayılıb seçilən universitetlərdəndir. Ona görə həmişə istəmişəm ki, öz yaxınlarım həqiqətən orada oxusunlar, orada təhsil alsınlar. Həm rahatlıq cəhətdən, həm təhsil cəhətdən, həm prestij cəhətdən. Perfecto. Belə 2 dəqiqəyə məkanda olmalıyıq, amma biz video çəkməliyik. Qatarı qaçırtmışdım deyə zərf edirdi ki, keşke gedirsəydim. Keşke qaçmazdım. Sanki bir peşmanlıq. İndi bir də 27 11:27-yə qədər biz gözləməliyik ki, o gəlsin. Ümumiyyətlə bu stansiya niyə var? Özümlə işə biraz makaron götürmüşdüm. Boğazlığa dözə bilmədiyimiz üçün yeyirik. 34'də gəldi. Yenirik. Bildirimizdə kommentlərdə yazmağı unutmayın. Hələlik görüşənə.